Çoxlu lovğalana bilərik ki, şahmatda biz qadınlarda yaxşıyıq, idmanda yaxşıyıq, pul qazanmaqda yaxşıyıq. Amma sizin bütün bu ağlınız, hörmətli kişilər, travmasız qız böyütməyə çatmır. Ailənizi idarə etməyə çatmır. Qadınınızı idarə etməyə çatmır. Qadın bir balaca pul qazanmağa başlayan kimi siz ayağınızı qazdan götürürsünüz. Başlayırsınız rahatlamağa. Mən də işləməyəcəm, mən də rahatlayacağam. Hanı sizin intellektiniz, hanı sizin bacarığınız? Qadın qazanır, mənə datada göstərin ki, siz qadından çox pul qazana bilirsiniz. Göstərə bilmirsiniz. Hanı sizin bu bacarığınız, hanı sizin bu intellektiniz? Əgər siz nə ailə qura bilirsiniz, qadınlar paralelində işləyir də ailə də qururdu. Ailənizi idarə edə bilmirsiniz. Biznesdə də yəni top eşelonu çıxmaq şərti ilə şirkət direktorlarının, çünki o kişilərin intellekti ekstremumlara yönəmlidir də. Ya çox ağıllı olurlar, ya da çox axmaq olurlar da. Yəni ki, ona görə qadınlar adətən çətinlik çəkir ağıllı kişi tapmaqda. Yəni ki, çox ağıllı olan sayı azdır, çox axmaq olanların sayı çoxdur. Ona görə həmişə bu disbalans var. Yəni orta deyirsiniz azdır. Yəni orta ağıllı kişi azdır. Burada çox kişilər tərəfindən doğrudan çox baskılara məruz qala bilərsiniz. Mən onlarda agahlıq yaratmaq istəyirəm ki, mən insan potensialına çox inanıram. Mən deyirəm ki, mən düşünürəm ki, Azərbaycanda cavan 30-35 yaşda ailə qurmaq istəyən kişilər potensialı çox yaxşıdır. Mən sadəcə deyirəm, rahatlamayın, özünüzü qurban moduna salmayın. Qadınlar pul qazanmağa başlayıbdı, pulgiri olubdu, yalnız pulu düşünür. Əcəb bilir, nə düşünməlidir? Sən kimi kişiyə etibar edəcəkdir, yoxsa yox? Sən elə kişi ol ki, o sənət gəlib təslim ola bilirsin. Sən özündən başla, qadınları günahlandır, niyə günahlandırırsan? Mən isə deyirəm, yox, kişilər, siz qabağa gedin. Siz həmişə öndə olun ki, qadın sizə təslim olsun. Elə etibarlı, elə güclü kişi olun ki, o könüllü olaraq gəlsin sizə desin ki, okey, mən sənə təslim oluram, mən sənə inanıram.